yaşıl çaydan həzz ala bilməzsiniz. Aldatmayın heç kimi. Günümüzdə yoxdur. Vəssalam. Siz dovşan qanı, xoruz pipiyi, nə bilim müxtəlif adlarla adlandırdığınız ən acı, ən tünd çay içən Əli Həsən kişinin nəvələrisiniz. Mümkün deyil ki, siz yaşıl çayla o həzzi alasınız. Çaydan qlamur görünmək üçün edirsə, eyvallah. Sizə heç kim heç nə deyəməz. Kofe shoplarda falan. Hə, yəni tamam. Göstəriş. Hə, göstəriş üçün edirsə, heç kim buna qarışa bilməz. Bu sizin ixtiyarınızdır. Əlavə buna ödəniş verib və düşünürsünüzsə ki, bundan arıqlayacaqsınız, bu da tamam başqa mövzudur. Amma siz çay həzzi ala bilməzsiniz. Siz ət yeməməklə o olmayacaqsınız. Çünki siz ət yeyən nəsildən gəlirsiniz. Ekosistem həll edib sizin yerinizə hər şeyi. Siz israr etsəz, bu nəsil özünüz üzərində bunu tətbiq etsəz, sizin övladlarınız bunu tətbiq etsə, ondan sonraki bəlkə bu oturuşar. Neçə nəsildən sonra? Bəlkə oturuşar, amma yəni oyun çıxarmayaq da. Yəni yaşıl çayla xoşbəxt ola bilməzsiniz. Yəni heç kim məni buna inandıra bilməz də. Yəni təbiətdə olan natural maddələr əgər sizin təbiətinizdədirsə, okeydir sizin üçün. Amma kənardan gələn natural, məsəl üçün ətirdən danışırıq da, kənardan gələn maddələr, ətirlər belə bioloji olmasa da psixoloji olaraq sizə pis təsir edəcək. Ud qoxusunu götürə bilərsiniz. Dünyada çox aktualdır, çox trenddir bu dəqiqə. Ud. Məsəl üçün, mən keçən dəfə danışıram. Mən Səudiyyə Ərəbistanında onlara izah eləyə bilmədim ki, uddan, yağından deyək, tərli corab qoxusu gəlir. İzah eləyə bilmədim. Bizim üçün tərli corabdır. Sonradan mən anladım ki, axı bu corab geyinmir ümumiyyətlə. Bu harda corab geyindi ki, hələ bir ondan tərli qoxu da gəlsin, nadir hallarda. Və yaxud ki, izah eləyə bilmədim ki, bundan motal pendirinin qoxusu gəlir. O motal pendirini görməlidir. Yəni bir ərəb üçün, bu vaxtda bir kulisazda məqalə də var idi. Bir ərəb üçün möhtəşəm olan bir qoxu, onlar qınamaq olmaz. Və yaxud ki, digər millətləri, Hindistanı, bəzən deyirlər ki, Hindistanlarda nə bilim filan pis qardaş, bu buna alışır. Bu min illərdir belə yaşayır. Sənin könlün xoş olsun deyə bu qida rasionunu dəyişə bilməz dostum. Sən kimsən ki? Məsələn, Azərbaycandan oturmuşsan, sən kimsə, filan millətdən pis qoxu gəlir. Sən get Finlandiyaya, Yaponiyaya, gör sən burun qırışdırırlar ya yox. Özünüzü böyük bir şey zənn edirsiniz. Olmaz. Heç kimin o şeylərinə qarışmaq, tənqid etmək, təhqir etmək olmaz. Sadəcə onu anlamaq lazımdır. Ərəb üçün ən gözəl qoxu olan ud, Azərbaycanlı üçün motal pendiri və corab qoxusudur. Və biz məsəl üçün ətir çox istifadə edirik də. Biz hansı Skandinav ölkələrinə getdikdə, məsələn, mən araşdırma etmişdim. Finlandiyada bir il ərzində bir şəxs 1 ədəd 30 milli flakon ətir istifadə edir. Biz 30 milli flakonu 10 günə istifadə edirik. Deməli, biz onlar üçün nəyik? Yəni, düşünün, biz onlar üçün iticiyik. Amma özümüz xoşbəxtik. Ekosistem, kültür, oturuşmuş qaydalar, dini inanclar və s. və axır. Bütün bunlar bu məsələlərə təsir edir. Siz bugün hər şeyin təbiisinə keçə bilərsiniz. Amma təbii olan da yerli deyilsə, bunun həkimlər, təbiblər bəlkə daha yaxşı bilərlər. Yerli deyilsə, o belə sizdə problemlər yarada bilər. Yenə deyirəm, bioloji olmasa belə ən azı psixoloji, ən azı xoşunuza gəlməyəcək. Doğru. Bəli. Onda qoxunu ən düzgün, bu sual verim. Hansı nahiyəyə vursaq daha yaxşı olar? Hansı ki, təhlükəsiz? Ən təhlükəsiz yer paltardır, geyimdir. Geyimə vuraq. Dəriyə? Yəni təhlükə olacağını düşünürsünüzsə, həssassınızsa, ən yaxşısı dəriyə istifadə etməkdir. Paltar istifadə, geyimə istifadə etməkdir. Belə olmaz. Bəli.